Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bu günləri sizlərlə dərslərə qaldığımız yerdən davam edirik. Bugünkü mövzumuz statik dəyişkənlər olacaq. Sizə statik dəyişkənlərin fərqini izah etməyə çalışacağam. İlk öncə bir klass yaradaq. Əlavə olaraq bir klass yaradaq. Klassımızın adını yenə person qoyaq. Bir işçi klası üzərindən gedək. Klası public edək. Bundan öncə mən sizə statik haqqında məlumat vermişdim. Bugün isə statik dəyişkənlər haqqında məlumat verəcəm. Person klasını yaratdıq. Demək, klasın nəyi olsun, name olsun, surname olsun. Daha ilk öncə bir id'si olsun. Daha sonra bir name olsun. Bir də surname olsun. Bir də buna biz bir statik dəyişkən əlavə edək. Statik dəyişkən bizim burada verdiyimiz modifier'dan sonra gəlir. Yəni public, static. Statik verdikdən sonra biz burada yazdığımız dəyişkənin adını əlavə edirik. Məsələn, biz dəyişkənimiz bu klassımızda bir id, name, surname tanımladıq. Daha sonra məsələn bir email tanımlaya bilərik. Bir dəqiqə. Aha. Biz bunu təyin etdik. Gələk proqram CS-də biz bunlara baxaq. Bunları necə çağıra bilərik? Bildiyiniz kimi biz ilk öncə təbii ki bu klassdan dəyərləri çağırıb baxmaq istəyirdiksə nə edirdik? Biz ilk öncə person klassımızın bir obyektini yaratmalıyıq. Obyekt necə yaradılırdı? Avtomatik olaraq artıq Visual Studio bizim üçün bunu əlavə etdi. Biz gəlib də burada proqramda, məsələn, burada person klassının içində olan dəyişənlərə mən necə əl çata bilirdik? Məsələn, atıram. Person nöqtə qoyduğumuzda bizim hal-hazırda klassımızın içində olan dəyərlər gəldi. Məsələn, personun id'sini 1 edək. Personun məsələn name'ini test edək. Proqramın verdiyi kimi gedəcəm, yəni avtomatik olaraq. Bu da test olsun. İndi gələk. Bizim emailimiz yoxdur. Hələlik bunları ekrana yazdıraq. Bizim id'imizi ekrana yazdırsın. Daha doğrusu personun id'sini kopyalayacağıq. Personun name'i və personun surname'i. Baxaq görək dəyərləri kimi ekrana çıxacaq, yoxsa yox. Dəyərlərimizi yazdığımız kimi ekrana çıxdı. İndi bizim əsas məsələ nə idi? Email yoxdur. Emailin olmaması səbəbi nədir? Person CS-də biz statik olaraq email yazdıq. Statiklərin burada digərlərindən fərqi odur ki, məsələn, burada biz statiki yaratdığımız obyektin, yəni referansla çağırmırıq. Biz birbaşa onu klassın adı ilə çağırırıq. Məsələn, gəlib də biz person nöqtə desək, artıq burada email gələcək. Email də məsələn, bir email kimi yazaq. Daha sonra hətta daha səliqəli olsun deyə bura atırıq.
Baxın, ekrana çıxdı. Demək ki, bizim burada bilməli olduğumuz fərq neymiş? Dəyişkənlərdə biz məsələn klasın içindən hər hansı bir dəyişənə əl çata bilərliyi təmin etmək üçün, yəni istifadə etməyimiz üçün, məsələn burada name surname istifadə etmək istəyirdiksə, bir obyekt yaradıb o obyekt üzərindən biz gedirdik. Yəni obyektin referansı üzərindən biz həmin dəyərləri əldə edirdik. Amma statik olan dəyişkənlərdə bu belə deyil. Yəni gördüyünüz kimi statik olan dəyişənlərdə birbaşa biz klasın adıyla onlara satırıq, yəni. Digər dəyişənlər kimi satmırıq. Və biz bunları burada property kimi də yaza bilərdik. Əslində property kimi yazmaq daha yaxşıdır. Property, yəni prop yazıb yazdığımız kimi, məsələn, bir də bunları belə təyin edək. Hətta durun bir şey də sizə göstərim. Məsələn, biz burada görürsünüz, bunların hətta birini siləcəm. Belə edək. Hətta silməyə ehtiyac yoxdur. Məsələn, baxın, burada məsələn mən bunların normal dəyişən kimi yazdığım üçün bu cür simvollarla göstərilib. Gəlin biz bir də bunları property kimi təyin edək. Biri ID idi. Name vardı. Surname vardı. Bir de bizim emailimiz vardı. Ama emailimiz statik idi. Onu da olduğu gibi yazsak. Hər şey olduğu kimi bu vəziyyətdə biz gəlsək, məsələn artıq biz ID-yə, surname-ə, name-ə məsələn yazmaq istədiyimizdə baxın, bunların simvolu dəyişdi. Yəni gördüyünüz kimi bundan öncə burada bizim yazdığımız məsələn property deyil də, yəni get set metodları, bunun öz dərsi də var. Hətta videoda yuxarıda da bunu mən yenə etiketləyəcəm ki, izləyə bilməyənlər bu dərsi izləsinlər. Get set metodlarının istifadə qaydası, property nədir? Bunların hər biri haqqında ətraflı məlumat verilib. Kanalda bu dərs var. Əsas məsələyə gələk. Bizim burada məsələn person dediyimizdə bir dəfə də göstərim. Məsələn, name dediyimizdə bizim simvolumuz artıq dəyişir. Simvolun dəyişmə səbəbi bizim burada artıq property təyin etməyimizdir. Yəni property ilə field arasındakı fərq buradan da yəni görmək mümkündür. Statik dəyişənlər haqqında mənim sizə verəcəyim məlumat bu qədərdir. Statik mövzusu haqqında, yəni digər mövzular da, yəni digər mövzular haqqında da ətraflı dərslərimiz olacaq. Videonu bəyənməyi unutmayın, kanalımıza abunə olmayı unutmayın. Hələlik.